Bu həcdir. Bu isə ümrədir. Bəs səncə fərq nədədir? Həcc yalnız Zilhiccə ayında yerinə yetirilən vacib ibadətdir. İmkanı çatan hər bir müsəlman ömründə ən azı bir dəfə həcc etməlidir. Ümrə isə ilin istənilən vaxtında yerinə yetirilə bilən ibadətdir. Vacib deyil, amma savabı böyükdür və həccin yerini tutmur. Bu sünnədir. Bu isə fərzdir. Bəs səncə fərq nədədir? Sünnə Peyğəmbərimizin sallallahu aleyhi və səlləm etdiyi və tövsiyə etdiyi əməllərdir. Onları yerinə yetirmək böyük savab qazandırır, amma tərk etmək günah sayılmır. Fərz isə Allahın yerinə yetirilməsini qəti şəkildə əmr etdiyi ibadət və hökmlərdir. Onları bilərəkdən tərk etmək günah hesab olunur. Bu İslamdır, bu isə imandır. Bəs səncə fərq nədədir? İslam insanın Allaha itayətini əməl ilə göstərməsidir. Buraya şəhadət, namaz, oruc, zəkat və həcc daxildir. İman isə Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərə qəlbən inanmaqdır. O, insanın qəlbində olan inancı ifadə edir və İslamın əsasını təşkil edir.